Herkese salam. Bu gün evdə fast food etmək qərarına gəldim. Bunun üçün bizə nə lazımdır? 550 qram un, 220 ml süt, 100 ml su, 1 deset qaşığı quru maya, 80 ml duru yağ, 1 deset qaşığı şəkər tozu, 1 deset qaşığından biraz az duz və 40 qram otaq temperaturunda olan kərə yağı əlavə edirik. Bundan sonra isə xəmirimizi yaxşıca yoğurmağa başlayırıq. Xəmirimiz yumşaq, ələ yapışmayan xəmir əmələ gəlməlidir. Sonra isə xəmirimizin üstünü örtüb 40-50 dəqiqə mayalamağa qoyuruq. Kənarda blender qabını götürüb içərisinə toyuğun döş ətini əlavə edirik. Sonra bir diş sarımsaq, 1 deset qaşığı duz və 1 çay qaşığı qara istiyot, bəlkə də ondan da biraz az. 1 çay qaşığının yarısı qədər qırmızı şirin istiyot, istəyən zövqə görə bir balaca da pul biber əlavə edə bilər. Bundan sonra isə blenderi işə salırıq və toyuqlarımızı blenderdən keçiririk. Sonra isə yemək üçün lazım olan streçdən istifadə edirik. Toyuqları langet kimi oxlu ilə açırıq. Kənarda artıq bir qabda un, digər qabda 2 yumurta və digər qabda suxarıq əlavə edirik. Növbə ilə hazırladığımız bu toyuğun langetini əvvəl una, sonra isə yumurtaya, sonra isə suxarıqa əlavə edirik. Artıq biz kənarda qazımızı yandırırıq, tavamızı qazın üstünə qoyuruq. Yaxşıca isindikdən sonra isə bolca duru yağı əlavə edirik. Duru yağda yaxşı qızdıqdan sonra hazırladığımız bu toyuq langetlərini ora əlavə edirik. Və biraz qazın xodunu alırıq ki, toyuqlar yaxşı pişsin. Biraz qızardıqdan sonra isə götürürük. Kənarda xəmirimizi götürürük. Onlardan xırda-xırda balaca kündələr hazırlayırıq. Mən bu səfər kündələri balaca götürmüşdüm. Siz çalışın kündələri böyük götürəsiniz. Oxlu köməyi ilə kündələri açırıq və yuxarıdan dartaraq aşağıya qədər gətiririk. Sonra isə onların uç hissələrini bərkidirik ki, xəmirimiz açılmasın. Və beləliklə xəmirimizi artıq mayalı gəldikdən sonra sobaya əlavə edirik. Kənarda sousumuzu hazırlayırıq. 3 xörək qaşığı mayonez, istəyən zövqə görə xardal da əlavə edə bilər, istəyən xardal da əlavə etməyə bilər. 1 çay qaşığının ucunda mən xardal əlavə etdim. Və eyni zamanda zövqə görə duzlu xiyar da xırda-xırda doğrayıb əlavə etmək olar. 1 çay qaşığı sirkə əlavə etdim. Məndə bu dəfə evdə üzüm sirkəsi yox, düyü sirkəsi var idi. Və həmişə sevdiyim salat hazırladım. Pomidor, soğan, duz, istiyot, sumak. Beləliklə fast foodumuz hazırdır. Sağ olun.